Salam əziz şagirdlər, yeni mövzumuz meyvə mövzusudur. Gəlin baxaq bu mövzuda biz nələr öyrənəcəyik. Deməli, açar sözlərimiz şirəli və quru meyvələr, sadə və mürəkkəb meyvələr, bir toxumlu və çox toxumlu meyvələr. Gəlin görək bu mövzuda biz nədən danışırıq. Meyvə də çiçəkli bitkilərin generativ orqanıdır. Bəli, bildiyimiz kimi biz vegetativ orqanları öyrəndik, generativ orqanlardan da çiçəyi öyrəndik. Hal-hazırda artıq biz meyvədən danışırıq. Toxumu da öyrənmişik artıq. Bilirik ki, generativ orqanlara çiçək, toxum və meyvə daxildir. Meyvə də çiçəkli bitkinin generativ orqanıdır təbii ki və adətən çiçəyin yumurtalığından əmələ gəlir. Meyvə əsasən meyvə yanlığı və toxumdan ibarətdir. Meyvə yanlığı yumurtalığın divarından inkişaf edir. Ümumiyyətlə biz dedik ki, meyvələr yumurtalıqdan əmələ gəlir, toxum isə yumurtacıqdan əmələ gəlir. Yəni yumurtacığın içərisində rüşeyin kisəsi, orada mayalanma getdikdən sonra 2 qat mayalanma gedir və bu zaman toxum inkişaf edir. Toxumun rüşeymi və endospermi əmələ gəlir. Meyvələrin əsas funksiyası, yəni əsas funksiyası nə olacaq? Təbii ki, toxumları qorumaq, onların yayılmasını təmin etmək. Buna görə də biz gəlin meyvələri bölək 2 yerə. Bunlar hansılardır? Meyvələr bölünür sadə və mürəkkəb meyvələrə. Sadə meyvələr hansı meyvələrə deyəcəyik? Sadə meyvələr bir dişiciyi olan çiçəkdə yumurtalıqdan əmələ gəlir. Yəni bu çiçəyin gördüyümüz kimi bir dişiciyi var və bu dişicikdə təbii ki bir rüşeyin kisəsi olacaq. Buna biz bir yumurtalıqdan əmələ gələn meyvə kimi baxa bilərik. Düzdür, bunun içərisində çoxlu yumurtacığı ola bilər. Çox yumurtacıq olsa biz buna çox toxumlu meyvə deyəcəyik. Amma bir yumurtacıq görürüksə buna bir toxumlu. Sadəcə olaraq biz sadə meyvələr deyəndə təkcə bir yumurtalığı olan meyvə baxmalıyıq ki, yəni bunlarda bir yumurtalıq olsun. Mürəkkəb meyvələr hansılardır? Mürəkkəb meyvələr isə deyəcəyik ki, bunlar da 2 formada olur. Bunlar hansılardır? Deməli, yığma meyvələr və meyvə qrupları. Yığma meyvələr sanki ayrı-ayrı meyvələrin bir yerə toplanmasından danışırıq. Yəni bir çiçəyin çoxlu sayda sərbəst dişiciyinin yumurtalığından əmələ gəlir. Nə deməkdir? Yəni hər yumurtalıqda bir yumurtacıq olur. Baxın, burada gördüyümüz çiyələk, moruq, böyürtkən meyvələri qeyd olunur. Üzərinə baxsaq sanki üzərində çoxlu, yəni xırda-xırda meyvələrin olduğunu görəcəyik. Biz əslində çiyələyi yeyəndə, malinadır, böyürtkəndir. Bu moruq, bu meyvələri yeyəndə sanki onların ayrı-ayrı biz belə əlimizlə ayırsaq hissələrə ayıra biləcəyimiz meyvələr şəklində görürük. Ona görə də biz bunlara yığma meyvələr, sanki başqa-başqa meyvələrin bir yerə yığılmış formasıdır. Yəni təbii ki, eyni meyvələrin sadəcə olaraq, yəni bir meyvə deyil də, bir neçə meyvənin, yəni çoxlu meyvənin bir yerə yığılması. Ona görə də deyirik ki, çiçəkdə gördüyümüz kimi burada təkcə bir yumurtalıq yox, çiçək yatağının bir görürük. Bir yataqda da əmələ gəlir, amma yumurtalıqlar çoxlu olur və hər yumurtalığın təbii ki, içərisində bir yumurtacığı olur ki, burada da bir toxum olmuş olur. Buna dedik yığma meyvələr. Meyvə qrupları nədir? Meyvə qrupları isə çiçək qrupunda çiçəklərin çox sıx yerləşməsinə görə meyvələrin birləşməsi nəticəsində əmələ gəlir. Gördüyümüz kimi biz burada təkcə bir çiçək yatağı görürdük, düzdürmü? Amma burada çiçək yataqları çoxludur və çoxlu çiçək yataqlarının üzərində bir yumurtalıq və onların içərisində də bir yumurtacığı görəcəyik ki, və bu meyvələrə də meyvə qrupu deyə bilərik. Bunlara nümunə olaraq ananas meyvəsinin adını çəkəcəyik. Gəlin görək, ümumiyyətlə meyvələrdə şirəli və quru olmasını nəyə görə müəyyən edirik? Yetişmiş meyvələrin meyvə yanlığının quruluşuna görə şirəli və quru meyvələrə ayırırıq. Yəni biz bir meyvəni sıxsaq, ondan şirə tökülürsə, deməli bu şirəli meyvədir. Amma sıxırıqsa, şirə çıxmırsa, deməli bu quru meyvədir. Meyvələr toxumlarının sayına görə də bir toxumlu, çox toxumlu olaraq qruplaşdırılır. Yəni ümumiyyətlə yumurtalığın içərisində yumurtacıq sayını bir görürüksə, buradan təbii ki bir toxumlu, çox görəcəksə, buradan çox toxumlu meyvə deyəcəyik. Gələk meyvələrin ümumiyyətlə quru, şirəli meyvələr ayırdıqdan sonra baxaq görək quru meyvələr. Ümumiyyətlə şirəli meyvələr dediyimiz kimi rahatdır. Yəni onları baxanda bilirik ki, şirəli meyvədir, yoxsa quru meyvədir. Və quru meyvələrə bizim dərsliyimizdə nə verilibsə, onun üzərində izah edəcəm sizə.
Quru meyvələr yetişmiş, deməli quru meyvələrdə şirəli lət olmur. Bir toxumlu və çox toxumlu quru meyvələrə ayırd edilir. Təbii ki, bunlar hələ tam toxum yetişməmiş, biz onları nisbətən şirə görə bilərik. Sadəcə olaraq əsas, yəni toxum yetişdikdən sonra bu meyvələrin meyvə yanlıqları quruyur, qabıq kimi ayrılır və ona görə də ona ehtiyac olmur. Sanki yəni bir müddətdən sonra quruyur, tökülür. Belə başa düşək. Məsələn, lobyanı biz quru meyvələrə aid edirik. Yaş halda biz onu yeyirik, amma biz ona şirəli meyvə deyə bilmirik. Çünki sıxdıqda ondan şirə çıxmır. Quru meyvələr dedik bir toxumlu və çox toxumlu olmaqla iki yerə ayrıldı. Quru bir toxumlu meyvələr, bunları ayırırıq dəm meyvələr, toxumca meyvə və fındıq meyvələrə. Dəm meyvələr buğda, qarğıdalı deyə bilərik. Bunlarda gördüyümüz kimi meyvə yanlığı toxumdan ayrılmır. Yəni biz buğdanın istəsək də qabığını, yəni meyvə yanlığını toxumundan ayıra bilmirik. O da bitişik şəkildədir. Bu dəm meyvələrin xüsusiyyətidir. Toxumca meyvələrdə isə günə baxan, zəncirotu, bunları deyə bilərik. Məsələn, toxumca meyvələrin qabıqları deyirik də biz günə baxanın qabığı. Əslində günə baxanın qabığı onun nəyi adlanacaq? Meyvə yanlığı. Meyvə yanlığı yadımızda saxlayırıq. Və həmin meyvə yanlığı dəricik formasındadır. Dəricik. Və biz o dəricik şəklində olan meyvə yanlığını təbii ki, qoparıb ata bilirik rahat şəkildə, ondan ayıra bilirik. Yəni dəm meyvədən fərqi onun toxumca meyvənin budur ki, orada dəricik şəklində olur və rahat şəkildə çıxarıb ata bilirik. Fındıq meyvəyə baxaq. Fındıq meyvəyə təkcə fındıq yox, qozu deyə bilərik, badamı deyə bilərik. Bu meyvələrdə gördüyümüz kimi meyvə yanlığı, hansı ki biz sındırıb atdığımız meyvə yanlığı, ona qabıq deyirik. Əslində o qabıq deyil, meyvə yanlığıdır. Toxumun üzərində olan isə toxumun qabığı deyə bilərik. Fındıq gördüyümüz kimi qəhvəyi rəngdə olur qabığı. Onu ovduqda, soyduqda, yəni qurutduqda, qızartdıqda onu ayıra bilirik. Yəni ağarmış toxumunu görə bilirik. Deməli, onun üzərindən çıxan nə adlandı? Toxumun qabığı. Amma bizim sındırıb atdığımız isə meyvə yanlığıdır. Yəni fındıq meyvənin də fərqi toxumca meyvədən, dəm meyvədən bu oldu. Və biz meyvə yanlığı, ümumiyyətlə fındıq meyvələri torpağa əkəndə ümumilikdə, yəni bütövlükdə meyvə yanlığı ilə bərabər əkirik və cücərdikdən sonra meyvə yanlığını aralayır, yəni qabıq saydığımız hissəni, hansı ki sındırıb atdığımız hissəni ayırır, oradan cücərir, çıxır. Yəni, bu formada onun torpağa əkilməyi də belə olur. Yəni təkcə fındıq meyvədə yox, bir toxumlu quru meyvələri, yəni meyvələri birbaşa meyvə şəklində əkirik torpağa. Çox toxumlu quru meyvələrə nələr aiddir? Bunlara paxla meyvə, buynuz meyvə və qutucuq meyvələr aiddir. Paxla meyvələrə lobya, noxud, buynuz meyvələrə turp, kələm, qutucuq meyvələrə dağ laləsi, lalə aiddir. Gəlin görək paxla meyvə, buynuz meyvə, qutucuq meyvə, bunların fərqi nədir? Paxla meyvələrdə gördüyümüz kimi meyvə yanlığı yaşıl rəngdə olur, şirəli nisbətən olur, amma təbii ki ondan şirə çıxmadığına görə biz ona şirəli meyvə demədik. Amma müəyyən zaman keçdikdən sonra toxumlar artıq tam yetişəndə biz onların meyvə yanlığını qurumuş şəkildə görürük və açılır, rahat şəkildə onun içərisindən toxumlar yerə tökülür. Hətta toxumlarını özləri yayan bitkilər də deyə bilərik bunlara. Və buynuz meyvələrdə necədir? Buynuz meyvənin paxla meyvədən fərqi ondadır ki, bu da əslində baxdıqda biz onu paxla meyvəyə bənzədirik. Sadəcə olaraq burada fərq ondan ibarətdir ki, hər iki deməli meyvə yanlığının orta hissəsində bir ara kəsmə olur ki, toxumlar o ara kəsmənin üzərində olur. Amma paxla meyvədə belə xüsusiyyət yox idi. Orada meyvə yanlığının divarının öz içərisində toplanırdı. Yəni yuvalarda olurdu. Deyək ki, bax belə bu formada deyək lobyadır. Bunun orta hissəsindən belə ayıranda burada sanki belə yuvalar olur. Da ara kəsmə üzərində deyil. Amma buynuz meyvədə gördüyümüz kimi ara kəsmənin üzərində yerləşir toxumlar. Yəni bunların bir-birindən fərqi budur. Qutucuq meyvələrdə də ki, adından gördüyümüz kimi sanki bir qutunun içərisində onun toxumları yetişir və toxumlar da çox toxumludur. Bizdən soruşulsa, paxla meyvə, buynuz meyvə, qutucuq meyvədə yumurtacıq sayı nə qədərdir? Təbii ki, deyəcək ki, burada yumurtacıq sayı çoxdur və ona görə də yumurtacıq sayında yumurtacığın içərisində olan rüşen kisələrinin hesabına da burada mayalanma çox getdiyinə görə toxum sayı çox olmuş olacaq. Gələk quru meyvələrin quruluşu burada bir fəaliyyət verilir. Müxtəlif quru meyvələrin şəkilləri, quru meyvələr, bunları müzakirə etməkdə. Cədvəldə verilmiş xüsusiyyətinə diqqətlə nəzərdən keçirək, gəlin baxaq. Deməli, meyvə yanlığının daxili qatı dəricik formasında olur və toxumla birləşmir quru meyvə. Biz buna hansı meyvəni dedik? Təbii ki, toxumca meyvəni deyəcəyik. Toxumca. Bəs bitki nümunəsi hansı oldu? Günə baxan zəncirotunu misal gətirə bilərik. Bayaq yuxarıda göstərmişdim. Və zəncirotu. Meyvə yanlığı iki
taycıqdan ibarətdir. Toxumları taycıqdakı yuvalarda yerləşir. Yuvada yerləşən hansıydı? Dedik, paxla meyvə. Paxla meyvə. Nümayəndəsi də lobya qeyd edə bilərik və yaxud da noxud, mərci. Bərk və odunçaqlaşmış meyvə yanlığının daxilində toxumu sərbəst yerləşir. Bura fındıq meyvəni aid etdik. Fındıq meyvə və nümayəndəsini fındıq qeyd edə bilərik. Ondan sonra pərdə şəkilli meyvə yanlığı toxum qabığı ilə möhkəm bitişir. Buna dəm meyvə deyə bilərik. Dəm meyvə və nümunə olaraq bura qeyd edə bilərik. Buğda, çovdar, müxtəlif taxıl bitkiləri yaza bilərik. Bu xüsusiyyətlərin hansı meyvə tipinə aid olduğunu müəyyənləşdirin, cədvələ qeyd edin. Hər meyvə tipinə uyğun gələn bir neçə bitki nümunəsini yazın. Bunu da qeyd etdik. Gəlin görək şirəli meyvələrdə xüsusiyyətləri necə oldu. Şirəli meyvələrdə dediyim kimi yetişmiş şirəli meyvələrdə meyvə yanlığı şirəli, lətli hissədən ibarətdir. Lətli hissə meyvənin qabığı ilə toxum arasında yerləşir və bir toxumlu şirəli meyvələrə çəyirdək meyvə, çox toxumlu şirəli meyvələrə gilə meyvə misal göstərə bilərik. Baxaq, deməli, əslində biz köhnə dərsliklərdə nümunə olaraq çox deyirdik adlarını. Məsələn, şirəli meyvələrə narınc meyvələr, qabaq meyvələr, sonra çəyirdək dediyim gilə meyvələr, müxtəlif meyvələrin adlarını çəkə bilərik. Amma dərsliyimiz bizə nə verirsə onları öyrənməkdə fayda var. Toxum, baxaq görək, məsələn, burada şaftalı meyvəsinin quruluşu verilib. Şəklə fikir versək, burada gördüyümüz kimi bu meyvənin xaricindən gördüyümüz dərici idi. Yəni, meyvənin öz dərisi, xarici dərisi. Orta qatı lətli hissədir, şirəli hissədir. Hansı ki, biz onu yeyirik meyvə yanlığında. Daxili qat çəyirdəkdir. Əslində, bu çəyirdək meyvə yanlığının daxili divarının daşlaşmış hissəsidir. Yəni, qatılaşmış, bərkləşmiş hissəsidir. Yəni, meyvə yanlığından əmələ gəlir. Bu da içəridə gördüyümüz isə toxumdur. Təbii ki, toxumun üzərində də toxumun qabığını görə bilərik. Gələk, burada nə verir bizə? Çəyirdək meyvənin meyvə ləti nazik qabıqla örtülmüşdür. Onun toxumu bərk çəyirdəyin içərisində olur. Çəyirdək meyvə yanlığının daxili daşlaşmış qatıdır, bunu dedim. Şaftalı, ərik, gavalı, gilas, alça, bir çox göyəm, bir çox bitkiləri deyə bilərik. Bitkilərin meyvələri çəyirdək meyvədir. Çəyirdək meyvədən fərqli olaraq gilə meyvənin çoxlu toxumları olur. Məsələn, qarağat, üzüm, pomidor, incir, çiçək kimi bitkilərin meyvələri gilə meyvədir. Deyəcəksiniz, pomidor, məsələn, badımcan, bunlar necə gilə meyvə ola bilər? Təbii ki, biz ümumiyyətlə fərqi yoxdur. Bostan və yaxud da bağda yetişən bitkilərə ümumiyyətlə çiçəyi varsa bu bitkinin üzərində meyvəsi əmələ gəlirsə, təbii ki, biz ona meyvə deyəcəyik. Ola bilər biz heç o meyvəni yeyək, ola bilər yeməyək. Yəni, onun aidiyyatı yoxdur. Sadəcə olaraq yadınızda saxlayırsınız ki, çiçəkdən meyvə əmələ gəlir. Mayalanma getdikdən sonra toxumun üzərini örtür meyvə. Meyvə toxumu qoruyur, onu qurumaqdan, ümumiyyətlə yayılmasını təmin edir və bir çox funksiyaları vardır. Bəzi meyvələrin əmələ gəlməsi yumurtalıqla yanaşı çiçəyin digər hissələri, məsələn, çiçək yatağı da iştirak edir. Bayaq dediyim meyvələr, hansı ki o şəkildə göstərmişdim sizə, dedim çiçək yatağı da iştirak edirdi. Alma, armud, əzgi kimi bitkilərin meyvələrini buna misal gətirmək olar və belə meyvələr şərti olaraq yalançı meyvələr adlanır. Burada gördüyümüz pomidor, meyvə yanlığı, bu da bunun toxumlarıdır. Təbii ki, gördüyümüz kimi çox toxumludur və gilə meyvə adlanır. Qarağatı da görürük və burada da yenə onların daxili hissəsini görürük ki, hansı ki, çoxlu toxumları vardır. Deyir, bilirsinizmi, maraqlıdır bu. Tropik ölkələrdə bitən çörək ağacının və ya jackfruitun bir meyvəsi 40 kiloqrama qədər ola bilir. Bu ağacda bitən ən böyük meyvələrdən biridir. Bu da jackfruitdur. Bunun da içərisində çoxlu toxumları olur. Gəldik, öyrəndiklərinizi tətbiq edin. Çələk bitkisinin bir çiçəyində çoxlu sayda dişicik olur. Onun hər dişiciyinin yumurtalığında bir yumurtacıq olur. Dişicikləri çox olan belə çiyələklərdə çiçək yatağı meyvələr yetişdikdə böyüyüb iriləşir və şirəli olur. Hər dişicikdən bir kiçik fındıqca meyvə və bütün çiçəkdən isə mürəkkəb meyvə əmələ gəlir. Bayaq dediyim kimi, sanki ayrı-ayrı xırda-xırda, yəni meyvələr birləşib, ümumilikdə mürəkkəb bir meyvəni əmələ gətirib ki, bu da ayrı-ayrı fındıq meyvə yox, bax, qarışdırmayaq. Bayaq biz fındıqda fındıq meyvə dedik, amma buna fındıqça meyvə deyəcəyik. Gördüyümüz kimi çiçək yatağının genişlənməsi, böyüməsi, onun inkişafı da meyvənin əmələ gəlməsində iştirak etdi. Fındıqçaları görürük ayrı-ayrılıqda. Burada kəsə yarpaqlarıdır və bu da saplaqdır. Ümumiyyətlə, yadımızda saxlayırıq ki, çiçəyin saplağı meyvə yetişdikdən sonra meyvənin saplağından dönür.
Və bu da fındıqçalardır. Onun da içərisində toxumları görmüş olduq. Gələk öyrəndilərimizi yoxlayaq. Çiçəkli bitkilərin həyatında meyvənin nə kimi rolu var? Təbii ki, meyvə həmin dediyim toxumların yayılmasında, ümumiyyətlə meyvələrin toxumu qorumasında, bir bitkinin yayılması, başqa bir yerdə becərilməsində əsas xüsusi rol oynayır.